Aha, biz bu günlər indi sizə təkər qoymağı başa salacağıq. Maşına necə təkər qoyurlar. Deməli, bizə bir dənə təkər faylı lazımdır. Bu təkər faylını atacağım mən sayta. Beləcə təkər faylı atacağım. Bax, bu təkər faylı bizə lazım olacaq. İndi bizə ən birinci TXT Workshop proqramına Zoma dili, bir də maşın 2 dənə DXT faylı. Deməli, girir TXT Workshop'a girir. Bura girəndən sonra burada Open TXT həmşət kimi də elədiyimiz kimi maşının TXT faylını götürək. Aha. Buradan image, buradan ikinci, yəni export alt textura to bitmaps vururuq. Gəlir bura, deməli biz birinci şey açmalıyıq. Bir novi pafka açaq, bir tezə bir dənə pafka açaq özümüz üçün. Tezə pafkayı atacaqlar, tezədən image sözünə vuraq. Export alt text to bitmap vuraq. Gəlir tezə açdığımız pafkanın üstünə bir dəfə vuraq, oku basaq. Oku basaq və bütün maşının teksturaları gəldi bura. Bu fotolar, şəkillər gəldi bura. Bunu çıx eləyək. Bizə daha bu lazım deyil. Bunu saxlayaq burada. Bu bizə lazım olacaq. İndi bizə zoom modellərə girək. Zoom modellərə. Diqqətlə baxın, xahiş edirəm. Zoom modellərə daxil olaq. Buradan ok. Aha, girdik zoom modellərə. Deməli, biz əvvəllər teksturalar atırdıq birinci. Buradan yəni atırdıq, indi atmırıq teksturalar. Teksturalar sonraki işdir. Bu pafka işarəsi var. Bax, burada yuxarıda pafka işarəsi var. Bu pafka işarəsi vururuq. Vururuq, gəlir o həmənki fayl var idi ya. O faylı tezdən vururuq. O maşın təkər faylında, yəni təkər faylını atacam mən ora. Təkər faylına vuraq 2 dəfə. Bax, gördünüz, təkər faylı gəldi bura. Gördüyünüz kimi təkər faylı gəldi bura. Buradan təkərə tekstura verək, məsəl üçün. O təkərin 2 dənə tekstura çıxdı. Deməli, təkərin bu paçkasıdır. Paçkaya yəni istədiyiniz rəng qoya bilərsiniz. Ya indi qara qoyun hamısı. İstəyirsiniz qırmızı qoyun paçkanın rəngini. Ya fərqi yoxdur. Baxın, qırmızı oldu. Mən qara qoyuram da. Ya mənim zövqüm qaradır. Qara qoydum. Deməli, bu paçkadır. Buradan bir-bir baxacaqsınız da. Ya bəlkə diskin yerində paçka ola bilər. Ya paçkanın yerində disk ola bilər. İndi gərək aşağıda bax, bu diskdir. Mən diskin rəngini qoyuram. Açıq qara. Yəni, bax, belənsə bir rəng qoydum. Gördünüz, bax, təkər rəngi bax bu. Təkər hazırdır. Mənim təkərim hazırdır. Belə siz yəni ki, başqa rəngdə qoya bilərsiniz. Deməli, buradan vuruq tezdən bax, bu işarə var, tekstura. Teksturalar seçək. Onda o pafkaya ki, atmışdıq maşının fotolarını. Onları götürək tezdən. Götürdük. Belənsə üz aşağı çəkək. Hamısı işarələndi. Otgrid. Otgrid edib, yükləndi və ok sözünü basaq. Oku basaq, tezdən maşının DFF failini götürək, ataq zoom modellərə. Baxın. Zoom modellərə atdıq. Gördünüz, maşının 2 dənə təkəri var. Görürsünüz, bu öz zavatskoy təkəri. Bir də bizim öz təkərimiz. Deməli, biz belə eləyək. Görürsünüz, bax, bu maşının öz təkəri, o bizə zavatskoy təkəri. Maşının adına baxırıq, təkərin adına baxırıq burada. Təkərin adı nədir? Vəhəl. Geri bu üstə gəl sözü var burada. Bura və bura. Bax, burada belənsə söz var. Çox maşın, əksəriyyət maşınlarda açırıq, vaza açan kimi bax, belənsə bir söz gəldi. Bax, təkər itdi, gördünüz. Siz bunu udalit eləməyin. Bu üstə gəl, bax, üstə gəl sözü var. Vurursunuz, görürsünüz, bax, təkər itdi. Aha. Vurursunuz, bax, bu üstə gəl sözünə. Üstə gəldi, bax, bu içindəki. Bax, görürsünüz, təkər yəni itdi. Bax, bunu indi götürürük, bu yuxarıdakı, bu təzə təkərdir, bax, bu təkər. Həmçin, bax, bu, indi atdığımız bizim təkərdir. Bunu götürürük, çəkirik aşağı, gətiririk, o, həmənki təkər yox idi, həmən təkərin üstünə. Bax, görürsünüz, bax, 2 dənə indi, eyni maşında 2 dənə təkər oldu. İndi bu köhnə təkəri pozaq. Köhnə təkəri pozmaq üçün də üstünə bir dəfə vururuq, gəlir, edit, delete. Delete elədik, ifso, o təkər getdi ücə. Ücə oldu bizdə bu təkər. Bu təkəri düşük yerinə otusturuq, ifso, hər şey hazırdır. Bu təkəri yerinə otusturaq. Modify burada sözü var. Buradan da modify'yə vuraq. Buradan da move sözü var. Move'yə vuraq. Sonra gələk. Gələk o burada təkəri düz yerə otusturaqda. Burada 4 buzaq kubik şəkli var. Kubiki ortasına otusturaq.
oturdurduq. İfso. Təkərimiz də hazırdır. Burada bir dənə çıxır təkər. Yəni ki, o billərdə 4, bu modellərdə bir dənə götürülür. Oyunda 4 dənə göstərəcək. İfso bu hazır. Sonra bunu bağlayaq. Bunu da bağlayaq. Sonra nə açmışdıq, hamısını da bağlayaq da. Yəni ki, nə yerindən götürmüşdük, nə eləmişdik, hamısını bağlayaq. İfso. Bax, maşınımız hazır. Maşınımız hazırdır. Mən burada maşının təkəri biraz içərdə oldu. Mən biraz bunu bayra çıxardacağım. Yəni ki, təkəri süzə çıxardı bilərsiniz. Belə tutub modifley, move belənsə so. Bax, maşının təkəri hazır. Bu belənsə, super. So, bunu bağlayaq. Save. Aha, bu səhifə, bir də ki, bir vərəq, bir də ki, qırmızı işarəyə vururuq. Və həmən ki, default failin üstünə vururuq. Bir dəfə vuraq. Gördünüz, belənsə bir şey gəldi. Da. Da'nı vurduq. İfso. Qutardı, getdi. Maşın ucu hazırdır. Bunu da çıxar buradan. İndi mən sizə GCM-in də başa salım. Yəni, GCM-in maşını necə atırlar. Onu da elə burada, bu dərslikdə sizə başa salım. Deməli, girək GTA San Andreas'in öz pafkasına. GTA San Andreas hansı ki pafkadadır, ora. Girək, gəlir GCM proqramı. GCM proqramını atmışam. Mən saytda var bu GCM proqramı. Bunu görürsünüz, bütün maşınlar buradadır. Görürsünüz, bütün maşınlar buradadır. İndi biz burada hansısa, deməli, mən burada atacağım. Botsto. Mən bu maşının üstünə atacağım. Yəni ki, siz istəsəz taksinin üstünə atın. Yəni, maşının failinin adı başqa olacaq. Buradan baxın, maşının adının faili nədir, onu değişin yəni buradan. Yəni, belə işarələyib değişin. Yəni, beləcə değişin. İfso. Değişəcək adı. Sonra o maşının üstünə ata bilərsiniz. Mən məsələn indi atıram Botstonun üstünə maşını. Bunu atacağım Botstonun üstünə. Buradan da adı da Botstondur məndə. Gəldim, bax, buradan bu Inestal sözü var. Buradan gəlir. Bax, bu belə deyədə lamıçqa şəklinin üstünə vuraq. Gəlir, bax, DFF tıxıdı. Bax, DFF-ya birinci vururuq. Gəlir aşağı. Buradan DFF faili çıxacaq. Bir dənə fail çıxacaq, DFF faili. Robot stolda əgər bir dənə DFF faili varsa, bir dənə, əgər 2 dənəsə, 3 dənəsə, 3 dənə çıxacaq. Yəni ki, siz dəqiq atın da. Atdıq bunu, siz indi gəlirsiniz tıxıdı failini. Tıxıdı failini seçdik. Inestal sözünü vururuq, Inestal. Inestal'ı vurduq, gördünüz. Baxın, təkərlər yerində. Gördünüz, dəyişdiyimiz təkərlər bunlardır. İndi biz şey eləyək, indi belə eləyək ki, bu faillər, 2 dənə fail ki var burada. Bunlar tezdən həmən ki pafka var idi ki, GTA San Andreas'in öz pafkası, GTA San Andreas'in yerləşdiyi pafka. Bu failləri ikisini də atmalısınız bura. İkisini də GTA San Andreas'in pafkasına atın. GTA San Andreas'in pafkasına atın və buradan tezdən Inestal sözünü vurun. Inestal qutardı, getdi. So, bu qədər. Sağ olun.